Pasallı rayonunda talasemiyadan əziyyət çəkən şəxslərə dəstək məqsədilə növbəti humanitar addım atılıb. Masallı rayon mərkəzi xəstəxanasında Masallı rayon İcra Hakimiyyəti və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə talasemiyasız həyat naminə proqramı çərçivəsində könüllü qan vermə aksiyası keçirilib. Aksiya irsi qan xəstəliklərindən, xüsusilə talasemiyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunan qan ehtiyatının artırılması və bu sahədə ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyıb. Tədbirdə rayon əhalisi ilə yanaşı müxtəlif idarə və təşkilatların əməkdaşları da fəal iştirak ediblər. Ümumilikdə aksiyaya 200-dən çox könüllü qatılıb. Tibbi heyət tərəfindən əvvəlcədən müayinə olunan könüllülərdən təhlükəsizlik və sanitar-gigiyenik qaydalara uyğun şəkildə qan nümunələri götürülüb. Bu planan qan ehtiyatının talasemiyalı xəstələrin müalicəsində istifadə ediləcəyi bildirilib. Təşkilatçılar qeyd ediblər ki, bu cür aksiyalar həm xəstələrə real tibbi dəstək verir, həm də cəmiyyətdə könüllü qan vermə mədəniyyətinin formalaşmasına mühüm töhfə verir. Gələcəkdə də talasemiyasız həyat naminə proqramı çərçivəsində oxşar sosial aksiyaların davam etdirilməsi nəzərdə tutulur.